Baxırıq 68-ə. Oturacağının radiusu 2 metr, hündürlüyü 3,5 metr olan çən su ilə doludur. Bu çəndən həcminin 75% qədər su axıdıldı. Çəndə neçə litr su qaldı? Pini də verir 3,14. Deməli uşaqlar, bu çəndən həcminin 75% qədər su axıdılıbsa, əlbəttə ki 25% qalıb. Bunu burada qeyd edirik. Deməli, bilirsiniz ki, həcmi pi r kvadratı h düsturu ilə hesablayırıq. Buradan həcmi tapırıq. Pimizi verir 3,14 vurulsun 4. Niyə 4? Radiusumuz 2-dir. 2-nin kvadratı oldu 4. Vurulsun. Hündürlüyümüz də 3,5. Bu da bərabərdir. Deməli, 4'ü 3,5'e vuranda 14 eləyir. 14'ü də 3,14'e vursaz, alarsınız 43,96 kub metr. Və bu kəndin həcminin 75% qədər su axıdılıbsa, 25% də qalıb. Deyir, kəndə neçə litr su qaldı? Ona görə 43,96'nın taparıq 25%-ni. Ədədə faizə görə tapanda ədədə faiz göstərən ədədə vurub 100'ə bölürsünüz. Burada da 100'dən 25 ixtisar getdi, qaldı burada 4. 43,96'nı da 4'ə bölsək, alarıq burada deməli 10,99 deməli kub metr. Və bizə də litrlə verdiyi üçün, kub metri də litrə çevirmək üçün minə vurarıq. Minə də vuranda olacaq 10.990 litr.